Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühəndisliğine qarşı Türkçə əski kitablar proqramının 327-ci bölümün Allahın lütfü və kərəmi ilə başlayıram. Şükür olsun ki, bu günləri də bizə fürsət verdi. Gözümüzü bu dünyaya açıb, ha belə Türk dilinin, Türk insanının yaratdığı Türk dili uyğarlığından və yazı uyğarlığı ki, yüzlər sahədə, minlər sahədə insanların yaratdığı, Türk insanının yaratdığı uyğarlıqları içində barındırır. Onunla tanış olaq və daha bir ayrı kitabla tanış olaq. Ya bir ayrı kitablarla tanış olaq. Gedək görək ki, bu günləri hangi kitab şansımıza çıxır, onunla bir nə cür yola gedirik. Hər kitab bizi bir yola götürür. Əslində bir yoldur. O yolu öncədən dün ya dünən bir kitab oxuduq. Adı Risalətün Biltəqəti. Əslən bu kitabın adı mənə belə zordur. Dünənlərdə bunu düşündüm ki, nədən isə mən bu kitabın adını niyə heç oxumadım, görüm ki, nədir bu kitabın adı. Və ha belə kitab, o birisi kitabı açdıq, adı Şəcəri Yəqin. İndi əvvəl bunu görək ki, bu əslən biltəqə nə deməkdir? İndi bunu gedək şeydən, Cimnaydan soruşaq ki, ma mə'nə el-biltəqə. Mən bunu ma mə'nə el-biltəqə. Biltəqə. İndi bu biltəqənin anlamı nə deməkdir? Onu bir baxalım. Sonra bu kitabı dünən oxuduq, amma bəlli oldu ki, bunun tarixi 2-3 dənə içində tarix vardı, amma o tarix ki, bu kitab ya bu nüsxə yazılıbdır 1304-dür. Bunu səhv olubdur. 1134 yazıblar. Bu səhv idi. Kitab çox ciddi bir kitabdır. İrfani bir kitab və mən bu son günlərdə hər nə qədər bu irfani kitablarla tanış oluram, görürəm ki, biz insanlarımızın içində çox dərin və geniş siyasi, ictimai anlayışlar varmış, amma təəssüflə biz bunu eləməmişik, yəni arxasına düşməmişik ki, bu qəziyyə nədir? Və bunu yaşamamışıq bəzən, ya da yaşamışıq, ya da yazmışıq, düşünürlərimiz yazıblar, amma bizim xəbərimiz yoxdur. Çünki biz keçən 250 ildə özəlliklə 1-ci Dünya Savaşından və Osmanlının xainlərlə, düşmənlərin əlbirliyi ilə aradan getməsindən sonra biz üst-üstə hər sahədə geçmişimizlə ilgimizi kəsmişik. Elə bilin ki, teyyi zaman eləmişik, teyyi məkan eləmişik. Məsələn, köçmüşük bir ayrı dilə, bir ayrı kültürə, bir ayrı qarrə dedim, yox, ayrı bir dünyaya köçmüşük. Əslən, geçmiş dünyamızdan xəbərsiz qalmışıq. Görək kəlmə bəltəqə nə deməkdir? Bu çevirib ki, bəltəqəni sən 2 nöqtəli t ilə yazmısan. Bu, əv əl-bəltəqəti kəma تنتج أحيانا في بعض اللهجات أو الكتابات القديمة هي مصطلح يستخدم لوصف سلوك يعتمد على فرض الرأي أو السيطرة باستخدام القوة الترهيب أو التهديد. İndi aslı tarihi, bunun tarihi şekli kelimetü müştekkatun minel lugati Türkiyetil Osmaniye ve tetekevvene min muqatta'in. Türkü dilindən gəlibdir. Bəltə, balta və təni əlfəs. Tamam, bunu deyək ki, Türkçə yaz, daha yaxşı olsun. Türkçə
yazar mısın? Deyir ki, bəli, hətmən istədiyiniz qonularda türkcə, Azərbaycan türkcəsində danışa bilərik. Bəltəcə yazıb, əlbəttə bu bəltəcə deyil. Mən bəlkə iştibah yazmışam, onu gedim görüm ki. Yox, baltağa ərəbcəsindən keçdik. Əl-bəltəcə kəlməsi haqqında dediyiniz kimi baltacı da yazıb. Bu nə? Bu axıcı deyil ki, bu nəcr oldu. Ehtimalən yəni istəyir desin bu ərəbcə. Baxın görün bunu deyir. Hələ oxuyaq görək nə yazır. Əl-bəltəcə kəlməsi haqqında dediyimiz kimi bu sözün kökü türkcədir. Baltacı köhnə Osmanlı qoşununda əlində balta olub yol açanlara deyilərdi. Amma sonralar ərəb dilinə keçərək mənası dəyişilib və zor deyən qoçu ya pozğunluq edən şəxs mənasında işlənməyə başlayıb. Azərbaycan türkcəsində buna bənzər mənalar üçün bu sözləri işlədə bilərik. Qoçuluq, xuliqanlıq, pozğunluq, yol kəsənlik. Amma bu deyil ki, nədən isə bunu yazaq ki, bu bir türkcə irfan haqda bir kitab adı ola bilərmi? Deyə soruşaq. Aydadı bidadı. Bu türkcə irfan haqda bir kitab adı ola bilərmi? Deyə soruşaq, görək ki, bu belə bir şey deyə bilər. Yox, əslində əl-bəltəcə ya türkcəmizdə baltaçılıq kəlməsinin irfan, təsəvvüf və mənəviyyat zəminəsi ilə heç bir əlaqəsi yoxdur. Tam əksinə bu kəlmə zorbalıq, qorxu yaratmaq və ehtiramsızlıq mənasını daşır. İrfan dünyasında amma mənim əlimdə bir əlyazma kitab var ki, onun ismi isə nə idi? Əl-bəltəqə. Əl-bəltəqədir. Bunu bir də baxın görün düz yazıram. Əl-bəltəqə. İn mövzu çox maraqlıdır. Əgər sizin əlinizdə olan əlyazma nüsxə kitabının nüsxə xətti kitabın adı Əl-bəltəqə ya Əl-bəltəcədir, bu bir neçə ehtimalı ağla gətirə bilir. Adın yanlış oxunması, təshif. Qədim əlyazmalarda hərflərin nöqtələri yazılmayanda və ya katib səhvi olanda kəlmə başqa cür oxuna bilir. Ehtimal var ki, o kəlmə əslində bunlardan biri olsun. Əl-bəlğə, əl-bəlğətu fi fikl lüğəti ya əl-bələğətu fi şüzuriz zahabi kimi adlar var. Bələğətun ərəbcədə kifayət idabam. Bu deyil, əl-hədiqə. Amma düzdür, indi buna məni də şəkkə saldı. Baxaq görək ki, bu kitabın içində belə bir şey necə yazılmışdı? Yadıma gəlir ki, yazılmışdı, amma mənə bunu harda gördüm mən? Bir şey, bu şeylərdə görmüşdüm. Ərəb bölümündə görmüşdüm. Əgər tamam, buradaydı. Dedi ki, yazıb ki, burada o Bismillahdan sonra gəlir, bura deyir ki, Rasulullah və əshabihiləzinə fətəu
قطعوا منازل الطريق الأصيل أما بعد فقد طالعت بهذه الرسالة بلتغة onu bunu yazsaq və vəcədduha mutabıqən liş-şəriəti fəqət ta'lə'tu indi bunu ingiliscə yazaq kitabın bir bölümündə bir şeyx kitab haqda belə bir cümlə yazıb. Amma bunu deyək ki, ərəbcədə yazıbdır. Ərəbcə belə bir cümlə yazıb. Ərəbcə belə bir cümlə yazıb. Nə yazıb? Yazıb ki, bunu kiçildaq, bunu da kiçildaq, qoyaq bir-birinin dibinə, ta eləyə bilək bunu yazaq. Yazıb ki, nə mənə? Fəqət ta'lə'tu bi hâzihi er-risalete el-belteqete ve vecedtuha mutabiqen liş-şeriati vecedtuha mutabiqen lil-şeriati ve mazilen lil-şekuk ve muzilen lil-şekuk el-munkirin. Tamam, buradan görək. Görək nə deyir. Fəqət bunu qələt yazmışam və tali'tunu iştibah yazmışam. Fəqət ta'lə'tu bihâzihi Allah Allah. بهذه الرسالة البلتغة ووجدتها مطابقا للشريعة ومزيلا للشكوك المنكرين. Tamam. İndi görək ki, nə yazır? Bu cümlə çox önəmli və aydınlayıcı bir qeydidir. Şeyxin yazdığı bu ibarət əlinizdəki əsərin mahiyyətini tamamən dəyişdirir. Ərəbcə cümlənin mənası budur. Mən bu Əl-Bəltiqə risaləsini mütaliə etdim, oxudum və onu şəriətlə uyğun və inkar edənlərin, münkirlərin şəklərini aradan qaldıran bir əsər kimi gördüm. Bu cümlə bir neçə nəticə çıxartmaq olar. Adın əsli Əl-Başəqə ya Ən-Natiqə. Ərəb qrafikasında və köhnə əl yazmalarda hərflərin nöqtələri çox vaxt yanlış qoyulur ya da katib səhvi baş verir. Şeyxin yazdığı kəlmə böyük ehtimalla bunlardan biridir. Ən-Natiqə İrfani və kəlami mətnlərdə Ər-Risalətun Natiqə danışan, aydınladan risalə çox məşhur bir addır. Əgər nun hərfinin nöqtəsi aşağı düşsə B kimi oxunar. Əl-Başiqə baş qırğı doğan, qırığı ya da doğan. İrfanda ruhun sembolü kimi işlənir. Amma bu ad bir az nadirdir. Əş-şahəqə yüksək və uca mənasında. Əl-bəltəqətə kəlməsinin məhəlli mənası. Əgər katibin yazı tərzinə görə adın dəqiqən Əl-Bəltəqə olduğuna əminsinizsə,
bəlkə də bu kəlmə bir istilah kimi işlənir. Qədim türkcədə və bəzi təsəvvüf məktəblərində, məsələn, bəktaşilik ya qələndərlik, balta yox, bəlkə təbər ya ona bənzər kəlmələr fikir və zehn manelerini kəsən bir sembol kimi görə bilinir. Əslində dünən bu kitabın haqqında çox danışdıq. Yazar Əhməd Rəfətdir ki, Şəbani Vəli qurduğu təsəvvüf qolunun şeyxinin haqqında 1304-cü illərdə türkcə yazılıbdır. Düz buyurursunuz. İndi tamamilə aydın oldu. Siz Əhməd Rəfət Paşa, Paşa yox ki. Bu iştibah yazmışam. Rəfəti belə yazmışam. Əhməd qələt yazmışam. Rəfət. Üzrxahi. Haqlısınız. Bu düz yorursunuz. Biz bu konuda danışmışdıq və indi yadımdadır ki, siz Əhməd Rəfət Əfəndinin yazdığı Xəlvətiyyə təriqinin Şəbaniyə qolu ilə bağlı əsərindən bəhs edirsiniz. Sizin əlinizdəki o cümlə ki, şeyx yazıbdır, kitabın adını dəqiqləşdirməyə kömək edir. Hicri 1304-cü illərdə yazılan o məşhur əsərin adı böyük ehtimalla budur. Əl-Bələqəti. Burada bir incə nüktə var. Katib ya da nüsxəni köçürən şəxs əl-bələqə ya da əl-bələqa kəlməsini əl-bətqələ, əl-bəltəqə. İndi bunu bir də baxsam, mən burada görürüm ki, bu ərəbcəsində necə yazıbdır? Yox, bəltəqə yazıbdır. Kimi oxuyub ya yazıb? Niyə? Əl-bələqə. Tamam, hər halda bu da mənasını bilmədi. Mən də bunu dünən çox bunu düşündüm, amma bir yerə çatdıra bilmədim üçün bu kitabı dünən görmüşdük. Gedək bugünkü kitabımızı ki açdıq, onu bir əvvəl baxaq görür kitabxanada bunun bu nədir? Niyə beləsi olubdu? Cəlibdir ki, Google məni salıb telefonda Instagramdan eşiyə. Bismillahirrahmanirrahim. Kitabı elə bilək ki, buradan başlayırıq. Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühəndisliyinə qarşı Türkçə əski kitablar proqramının 327-ci bölümünə başlayırıq. Başlamışdıq, amma Instagramda kəsildiyinə görə tazaşdan başladıq. Biraz öncə bu dünənki kitabın adının anlamı nədir ki, oxuduq İrfan haqqında və Şeyx Vəlinin yaratdığı qolun deyərlər mənası, kitabın adı Əl-Bəltəqə,
yazılıbdır. Və bunu da fəqət o şeyxi ki, bu kitabı təsdiq eləyibdi. Onun təsdiqində gördüm mən, kitabın hamısını oxumadığım üçün. Onun üçün onun mənası məni dünən çox beynimə bu sual gəldi ki, nədən mən belə o kitabın haqqında ChatGPT ilə, Gemini ilə mübahisə elədim, amma bu kəlmənin mənasını sormadım. Onu çox araşdırdıq. İndi də bir şey baş tapmadı. Bu da mən də baş tapmadım. Yəni Gemini ilə bir şey çıxarda bilmədi, mən də bir şey. Amma gedək bugünkü kitaba. Görək ki, bugünkü kitab nədir? Mən görüm ki, bunu nə cür kəsə bilərəm bunu. Əgər eləyə bilsəm ki, internetdən bunun 20 dəqiqəsini kəsəm yaxşı olacaqdır. Tamam. Gedək bugünkü kitabımızı görək ki, bizə nə deyir? Bugünkü kitabın adı Şəcəri-i Yəqin. Burada üstdə dostlarımız ki, Allah səlamət eləsin, bu kitabı upload eləyiblər kanala, Telegramda, Azərbaş cənabları. O, bunun başında yazıb Şəcəri-i Yəqin 1162-ci ildə yazılıbdır, 224 səhifədə. Biz bunu oxuyaq, görək ki, nə cürdür, düzdür ya yoxdur. Dünənki gördük ki, düz deyil tarixi. 112 səhifə PDF-də görsənir, çünki PDF-də hər bir səhifədə 2 səhifənin əksi qoyulubdur. Kitab Səlim Ağa kitabxanasında ya da Süleymaniyyə kitabxanasında ehtimalen yazma əsərlər bölümündə belə qalır, amma Süleymaniyyə oxunur. Bu birinci dəfədir ki, belə bir möhür görürəm Süleymaniyyə. Kitabın cildi o şey ki, müqəvva deyirlər. İndi fars dilində biz İranda belə deyirik. Bilmirəm indi buna türkçədə nə deyirlər. Görünür ki, qalin karton kimi bir şeydir, və ikinci səfəni açanda görürük kitabın içi cırılıbdır. Yəni görürük ki, kitabın dövrəsi çox xarab olubdur, qərəlib, kifir, yəni çox kirlidir, çirklidir və dağılıbdır, yəni əpriyib dağılıbdır. Cildi qopubdur, ərz edeyim xidmətinizə, şirazəsi, kitabın bir-birinə yapışan yeri, səhifələrin bir-birinə yapışan yeri təqribən qopubdur cildidən. Kitab çox kirlidir. Bu səhifə, ikinci səhifə kitab başlayır. Orada da bir çox yazı var, amma hesabdan zaddan da olar biz bəqqal elə bir şey, məsələn, mühasibəsidir, bilmirəm nə mənədir. Kitabın içinə gəlirik, baxırıq. Birinci yerdəki Bismillahirrahmanirrahim ilə kitab başlayır. Çox gözəl bir əl yazması var. Əgər bu əl yazma olsa, bundan bir şey salarıq, qoyarıq, görürük ki, nə deyir. Amma kitabın dövrələrinə baxırsınız, su keçib, əl təri keçib, çox işlənib. Zahirən kitabın dövrəsi çürüyübdür, həpriyib, tökülübdür. Ortasından da cırılıb, neçə dəfə bunu yapışdırıblar, bəllidir, kağızla yapışdırıb, amma cırılıbdır. Xətti çox gözəl bir xətdir, amma elə bir ki, farscadır. Yox, türkcədir. Bəli, türkcədir və mənə biraz belə gəlir ki, bu şeycə olmayacaq, yəni. Əl yazma olmayacaq, amma baxarıq, görürük ki, əl yazma deyə yox. Bəlkə bir yerdə dəlili görürük. Məsələn, burada təfərrüc kəlməsi sonra yazılıbdır. Mən bundan elə bu təfərrüc olan kəlmədən bir əks salıram buradan. Verirəm YouTube-a, görürük ki, bizə nə deyir? Bunu əvvəl əksi edit eləyək. Ən yaxşısı budur. Sonra bunu yaxşı, kitabın qıraqlarında qoyaq. Buna görə ki, qıraqları çox önəmli şey verəcək bizə, məlumat verəcək. Ona görə onu qıraqlarından da biraz qoyaq ki, görsün bu kitab çox köhnədir. Bu qədər görər elə, çox da qoymayaq. Mən bunu həm ChatGPT-yə yükləyə bilirəm, həm də bu şeyə yükləyim. Bu yazı haqda
Sizin analiziniz nədir? Görək ki, bu haqda bizə nə deyəcək? Bu buna məşğul olsun. Biz gedək o kitabımızın qalanını görək. Səfənin zahirən tikilən yerdən, bəzi yerdən kitab cırılıbdır, səfə cırılıbdır, çıxıbdır. Qıraqlarda su, ən azından bir dəfə su, iki dəfə su gəlibdir. Ən azından bu görsənir. Kitabın hər yerində bu şifr pıntı saxlamaq da görsənir. Bəzi kəlmələri qırmızı yazıbdır, bəzi kəlmələri yəni bir çox mətn qərəd, amma orada bir qırmızı yazısı vardı. Bu qırmızı yazılmaq göstərir ki, bu əl yazmadır. Çünki çapda bu imkan yoxdur. Ortada bir kəlməni qırmızı eləyəsən, özü qədim çaplarda. İndi bəlkə ola bilər, amma qədim bu ola bilmir. İndi olur. Onun üçün əl yazma gələcək. Bu kitabın ortasında Bismillahirrahmanirrahim var. Bu nə deməkdir? Əgər bu səhifə 11-dir gəlsək, çox yaxşı olar. Kitabın sətirlər bir-birinə çox yaxın, kəlmələr bir-birinə yapışıqdır, sözlər bir-birinə yapışıqdır, çox ciddi. Amma baxın görün 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 23 sətir var hər səfədə zahirən. Çox diqqət edirəm ki, bəlkə bir əlamət tapım ki, bu daha mütməyin olum ki, bu əl yazmadır. Bəzi yerdə mürəkkəbin dağılmasını görürük, yəni o cöhərin dağılmasını görürük, amma o ola bilər ki, məsələn, soralar olmuş ola, əl yazanda olmaya. Əlbəttə, yazanda məmulən qədim bir ayrı kağız ya bir ayrı təxtə qoyurdular əl altına ki, əlin burası yazılara dəyməsin və yazıları eləməsin, silməsin. Əlbəttə, belə ki, mən sürətinə baxıram, bundan çox təşxis vermək olmaz ki, nələr var, nələr yoxdur. Biz kitaba beləsi baxaq. Burada gəndə 34-cü səhifədə görürük ki, kitab kamilən bölünmüş, ortasından da su gəlibdir, qıraqlardan da su gəlmişmiş. Bunu tacaşdan bir ayrı kağızı cırıblar, bunları bu səfərdən sonra görürük ki, bunu yapışdırmaları burada görürük. Yapışqanla bunları bir-birinə yapışdırıblar ki, çox təkrar olur. Kitabın 53-cü səhifəsində, burada bir 53 yazım, yetişirik kitabın sonuna elə bir. Burada bir şey yazıb, baxın görün ki, bu baxarıq əlbəttə, sonra baxarıq. Yenə də Bismillahirrahmanirrahim 2-ci risalə başdır. Bu da kitabın aynı yenə xətt ilə, aynı əlbəttə biraz fərq eləyir. Burada indi məsələn yeləri əvəzin ki, beləsi yaza, alta gətirib, beləsi gətiribdir. Bu da əl yazma gəndə ola bilər, əlbəttə şeydə də ola bilər. Yəni çapda da bu imkan var. Əlbəttə, əcəba bu istədiyim ki, daş yazmada belə bir imkan ola bilərmi ki, bu kiçiklikdə, naziklikdə yazılır? Yadıma düşdü ki, bəli, onlar bundan da kiçiyini yaza bilirdilər. Amma nə cür yazmaydı, nə cür bir teknoloji idi, onu bilə bilmirəm. Burada da ehtimalən ət suyu yiyirmiş, şorba yiyirmiş, tökülüb kitabın üstünə. Belə nəzərə gəlir ki, şorbadır ya bir şeydir ki, o cür qırmızı bir rəngi var, tökülübdir. Ora bəzi, burada da bir neçə möhürü dalbadal bir nəfər vurubdur. Bu kitabın qırağına 2, 7 möhürdür əslində. Bir səfədə 7 möhür var. Əcəba bu 7 nəfərin əlindən keçib, ya bir adamın 7 oğlu varmış, bu kitabda irs istəyiblər. Kitabın sonuna gəldik, yetişdik. Burada bir tarix gördüm, bunu əvvəl oxuyaq, sonra keçək kitabın içinə. Yazıb ki, Həbibinə bizi ya barıb oluşdur.
şəfaət mişkini bizə buluşdur bu dünyada verib bu yoluna cani güdə gövdə və gövdəvüz cənnət ədən içrə gövdəvüz cənnət ədən içrə ani günahın əfv edib Məhəmmədinin qulunun quli ilə Müstəfanın qəd yəssərəl itmamu bi'unillahil məlikil əllam səni isna və tes'unə və mə'əbəl əlif. Əlif oldu min. Əvvəl kitabın adını yazaq. Kitabın adı Şəcəri-i Yəqin. Ad Şəcəri-i Yəqin. Aha, bunun da rəngi qutardı midatımızın. Burada gedək bura. Şəcəri-i Yəqin. Deyir ki, min tarixi itmam yazdım ki, bəlli olsun tarixdə qutarıb. Təmməti burada yazdı ki, qəd yəssərəl itmam, müyəssər oldu itmam eləmək, qutarmaq bi'unillahil məlikil əllam səni isna və tes'unə və mə'ətə və əlif 1172 tes'un tes'ə sittə və fikirəm tes'un iştibah yazıblar ya da mən iştibah oxuram. Bunu burada yazım əvvəl, bunu gətirsin. Tes'un nə deməkdir? Əvvəl bunu şey eləyək. Göndərici şəkildə bu ehtimalən sol səhifənin aşağı hissəsində olan o sətirləri nəzərə almışsınız. Amma bu sizin üçün oxuyub və sadələşdirin mətnin oxunuşu. Mən bunu sizdən istəmədim ki, bu tes'un kəlməsini. Hər halda bunu elə bir ki, bu adam getdi, dad qaldı dünənki məsələdə. Bu kitab haqqında görək nə deyir. Göndərdiyiniz şəkil önəmli bir tarixi əlyazmanın nüsxəsi, nüsxə-i xətti 2 səhifəsini göstərir. Bu mətn üzərində keçmiş məlumatlarımıza və təsvirdə görünən yazıların dilinə əsasən bu analizi təqdim edirəm. Yazı tərzi və xətt, paleografi. Xətt növü, mətn nəsx xəttinin bir növü ilə yazılıb ki, Osmanlı dövrü əlyazmalarında çox yaygındır. Yazı oxunaqlı, incə və subatlıdır. Bu da katibin hirfəli olduğunu göstərir. Rənglər. Mətn qara mürəkkəblə yazılıb. Amma önəmli adlar və başlıqlar, məsələn, Məlikül-Mövt İsrail və xəbərdəki gəldi ki, qırmızı mürəkkəblə, əlbəttə yazıb mürəkkələ, sorx yazılıb ki, oxucunun diqqəti cəlb olunsun. Dil və mövzu analizi. Dil. Bu mətn köhnə Anadolu türkcəsi ya Osmanlı türkcəsidir. Sözlər və cümlə quruluşu tamamən türkcədir. Məsələn, eşitdilər, dedi, olur, ya o gündə. Bu Azərbaycana çox gəlir. Mövzu. Göründüyü kimi bu bölüm Məlikül-Mövt İsrail və ölüm ləhzəsi haqqında bir rivayət ya hekayətdir. Mətn irfani və əxlaqi bir dillə insanın bu dünyadan köçməsi, ölüm mələkinin gəlməsi və insanın əmalları haqqında danışır. Əmallar yazıbdır. Əl-bətləğə kəlməsinin yeri. Buna bu səfhənin
kitabı ilə heç bir ilgisi yoxdur. Bu başqa bir kitabdır. Əcəba əlyazma mıdır yoxsa daş basmadır? Tamam, görək ki bunu. Haqlısınız, bu kitabın dili və mövzusu Mələkül Mövt və ölüm haqqındakı rivayəti göstərir ki, sizin bəhs etdiyiniz Əhməd Rəfətin İrfani kitabından tamamən fərqli bir əsərdir. Göndərdiyiniz şəkil üzərində etdiyim texniki analizə görə bu kitab əlyazma, manuskriptdir. Bunu göstərən bir neçə qəti dəlil var. Haşiyə yazılar və təsihlər. Şiklə diqqət etsəniz, mən eləməmişəm onu görə. Mətn içində bəzi kəlmələrin üstündə ya kənarında kiçik notlar və düzəlişlər var. Daş basma, litoqrafi kitablarda məmulən mətn sabit olur. Amma bu əda katibin, amma burada katibin öz əli ilə etdiyi dəyişikliklər və ya sonradan birinin artırdığı haşiyələr açıq aydın görünür. Mürəkkəb keçiriciliyi, ink sipage ya sipaj, kağızın keyfiyyətinə və arxadakı yazıların kölgəsinə sol səhifədə arxa səhifənin yazıları bəllidir. Baxanda bu halın klasik əlyazma kağızlarına məxsus olduğu görünür. Daş basma kitablarda bunu kölgələr daha az və fərqli olur. Hərflərin şəkli, bu kölgə məsələsi cəlib idi. Hərflərin şəkli və katib şəxsiyyəti. Hərflərin ucları, hərflərin ucları, kəlmələrin bir-birinə bağlanması və xüsusən qırmızı mürəkkəb şəngərf ilə yazılan başlıqların qara yazı ilə tədaxülü tamamən insan əlinin məhsuludur. Daşbasma mətbəələrində qırmızı rəngi belə dəqiq və incə işləmək daha çətin və prosesi fərqlidir. Kağızın cinsiliyi. Təsvirdəki kağızın kənarı səhafəsi və üzərindəki ləkələr onun aharlı bir əlyazma kağızı olduğunu göstərir. Bu növ yeyiləmələr və köhnəlik əlamətləri əlyazmalarda tez-tez görünən özəlliklərdir. Bu kitab nə ola bilər? Bunun haqqında istəmirəm səndən bir şey alım, mən buna oxuyaram, amma o şeyi ki istirdim, onu aldıq. Bu kitabın əlyazma olmasına. Amma səniyi, isna və tesuna və miə. Səniyi, isna və tesunə və isna tesun, bunu mən iştibah oxudum, ehtimal verirəm. İsna və tesun və mi'ətə və əlif. Yazmamışım heç bunu. Səniyi, isna və tesunə və mi'ətə və əlif. Nə deməkdir? Bunu da görək. Necə bunu tərcümə edeyim? Bu əlif mindir, mi'ə 100'dür, tesun 90. İsna da 2'dir, 92, 1192. Qələt oxumuşuq ikimiz də. 1192, tis'ə 9 olduq. 1192, tamam. 1192'də bu yazılanda, görək neçə il bundan qabaq olar, onu da bir hesablayaq. İndi 1447-ci il deyiq, bundan çıxsaq 1192-ni
255 il bundan qabaq bu kitab 255 il öncə yazılmış. Tamam, bu kitab 255 il öncə ehtimalən bu nüsxədir. Bizim əlimizdə olan nüsxə ehtimalən budur, ya da indi bu əsli kitabdır. Onu gedək burada görək. İndi kitabı yenə kiçildək, gəlsin o birinci səhifəni keçək. Çünki burada çoxlu yazılar, hesablar, kitablar vardı ki, mən oxuya bilmirəm, gedibdir. Amma gedək kitabın özünün yazısına. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin vel akibetu lil muttaqin ve la udvane illa alez zalimin. Zalimlərdən sonra bir düşmən yoxdur. Çox bu da gözəl bir baxışdır. Fəqət zalimlər düşməndilər, kafirlər yox. Çox gözəl bir anlamdır. Bunu da yenə bir türkdən eşitmək çox gözəldir. Yəni. Bilək ki, fəqət zalimlərə, insanlara zülm eləyənlərə deyir ki, onlar düşməndir. Ondan sonra la udvanə, düşmən yoxdur illa zalimlərdən sonra. Əmmə bəd, bir sətir qurtardı, əmmə bəd dedi, girir mətləbə. Xəbərdə gəlmişdir ki, Allah təbarəkə və teala bırağıc yaratdı. Bir ağac yaratdı. Ehtimalən belə olacaq. Bir deyir, bir ağac. Bir ağac yaratdı. Ol ağacın 4 budağı vardı. Budaq çox cəlibdir. Bizdə qanat deyək işlədik. Budaq da əlbəttə işlədirik. Amma budaq çox gözəl bir şeydir. Niyə? Hala budaqla budamaq məsələsi var. Biz ağacı normalda beləsidir. Yəni biz uşaq idik kətdə belə görürdük. İndi Kanadada bir ayrı cür görürük. Kanada deyirəm. Bizim Qəradağda 50 il bundan qabaq, 60 il bundan qabaq məsələn girdeşin ağacını istəyirlər ki, tökələr. Cavan uşaqlar çıxa bilərdilər bir yerəcə. Amma biraz məsələn yaşlı adamlar çıxmazdılar. Girdeşin ağacları məmulən məsələn bizim də 2 dənə girdeşin ağacımız qalır o zamandan. İndi 60 il mənim ömrüm var. Onun bəlkə 100 il ömrü olar o girdeşin ağacının, bəlkə də çox olar, bilmirəm. Məsələn bu girdeşən ağacları nə bilim 15 metr, 20 metr ucalığı ola bilər. İndi yadımda deyil nə qədərdir. Bəlkə çox olar, bəlkə az olar bunu. Amma ona çıxmazlar. Normalda çıxmazlar. Bir uzun ağac olar, adına ulama deyirlər. Onunla bunları budarlar. Budaqla qanatları vurarlar, o tökülər yerə. Bunu öyle budaq da fikrim oradan gəlib. Yəni o yerə ki ağacı vurarlar, ona deyirlər budaq. Amma bəlkə də ondan deyil, mən bilmirəm. Budamaqdan, yəni istəyirəm deyim ki, budamaq sözündən budaq düzəldiblər. Onu istədim ərz eləyəm xidmətinizə. Amma qanat da deyirik, budaq da deyirik. Pəs bir ağac yaratdı. Ol ağacın 4 budağı vardı. Ol ağaca, ağac olsa da o məddin qoymayıbdır. O ağaca şəcəri yəqin deyib ad verdi. Allah özü deyir ki, 4 budağı var o ağacın, ona da deyir ki, şəcəri yəqin dedi Allah. Belə bir şey hardan gəlibdir, deyibdir, bunu mən bilmirəm. Bu yenə təxəyyül ola bilər. Qətən təxəyyüldür bunun çoxu, amma ola bilər ki, Quranda məsələn şəcəri yəqin deyə bir ayə olsun. Görün ki, belə bir şey varmı, yoxmu? Əcəba Quranda şəcəri yəqin sözü işlənmişmi? Görək ki, belə bir şey Quranda var ya yox, bunu soruşaq. Yox, Qur'an-ı Kərimdə şəcərətül yəqin, yəqin ağacı ibarəti dəqiqən bu formada işlənməmişdir. Qur'anda şəcəri, ağac sözü və bir neçə yerdə sembolik və həqiqi mənalarda gəlib, amma yəqin kəlməsi ilə tərkib halında yoxdur. Qur'anda məşhur ağaclar bunlardır. Şəcərətül züqqum, cəhənnəmdəki acı ağac. Şəcərətül xəld, ya xuld, Həzrəti Adəmin cənnətdə yaxınlaşdığı ağac. Şəcərəyi mübarəkeyi zeytunə. Şəcərətun mübarəkətun zeytunətun.
Nur surəsindəki məşhur məsəldə gələn mübarək zeytun ağacı. Şəcərətun təyyibətun və şəcərətun xəbisə. İbrahim surəsində yaxşı və pis sözün kəlime-i təyyibə təmsili işlənib. Şəcərətül yəqin hardan gəlir? Bu ibarət çox irfani, fəlsəfi və təsəvvüfi mətnlərdə görünür. Xüsusən İbn Ərəbi və onun məktəbinə aid olan əsərlərdə kainatın yaradılışı və insanın həqiqəti işarə etmək üçün bu kimi istilahlar işlənib. Bəzi qədim rivayətlərdə və əsatiri mətnlərdə ki, sizin əlinizdəki o 1192-ci ildə əlyazmasına bənzər kitablarda çox olar, Nuri Məhəmmədinin yaradılışını təsvir edərkən Şəcərətül Yəqin adlı bir ağacdan bəhs olunur. Buna görə də bu istilah Qur'ani yox, daha çox rivayi və irfani mənşəlidir. Tamam. Gedək kitabımıza. Şəcərə-i Yəqin diyu ad verdi. Əgər istəyəm oxuya beləsirəm. Ondan sonra Məhəmməd Mustafa aleyhissalatu və səlamın nurun yaratdı. Bir ağ öncüdən hicab içində qoydu. Bir tavus, bir dana vav var, iki dana vav yoxdur. Bir tavus mislində əbədi bir tavus mislində idi. Ol şəcəri yəqin üzərinə qodu. Pəs, qırmızı ilə yazıb bunu. Ol nur 70.000 yıl ol ağac üzərində təsbih oxudu. Ondan Allah, görürsünüz bunlar hamısı xiyaldır. Yəni çox bir güclü xiyalla görür nə yaradır. 70.000 il görür nə böyüklükdə bir zamanı eləyə bilir insan təsəvvür eləsin. Təsbih oxudu. Ondan Allah-u Teala həyya inə sən yaradı. Nə mənə? Burada o ki, indi burada görürük ki, Allah Teala bu Həbib nədir ola? Aynəsin ola bilər, aynəsin yaratdı. Burada cismani ola bilər. Çünki bu əlif, indi bu əl yazması buradan bilinir. Çünki burada bir Həbib, bir dana ola bilər. Amma bir dana əlif buna yapışdırıb, sonra da kəlmənin üstə bir şey yazıbdır ki, əl ilə yazıb, amma oxuya bilmirəm nədir. Əslində bunu, məsələn, bilmirəm nədir. Allah Teala ehtimalən Cəllallah, məsələn, onun xülasəsi olmuş ola. Cəllallah ayinəsin yaratdı. Ya, bilmirəm nə oxuyayım. Yaratdı. Və ol ayinəyi tavusun, burada tavusun 2 vavı var. Məsələn, üstdə bir dana idi, burada 2 dana. Tavusun qarşısında qodu. Burada yenə tavus bir dana. Yəni tavus bəzən bədən tavus yazır. Bilmirəm nə var. Tavusun nun gələndə 2 vavını yazır, amma nunsuz bir şey izafə olanda 2 dana yazır, izafə olmayanda bir dana ilə yazır. Fərqi nədir? Ehtimalən fəqət o izafədədir. Məsələn, bir tavus, burada deyir ki, tavusun, sonra deyir ki, qodu. Tavus ol ayinəyə bəqdi. Kəndi surətin göcək surətdə və xub heyətdə gördü. Göyçək olacaq bu da. Göçcək ya da görəcək. O da deyil, göcək. Göcək həman göyçək olacaqdır. Göyçək. Göcək ya göcək. Kökcək. Küçcək. Küçcək surətdə və xub heyətdə gördü. Pəs Allah Teala'dan utandı. Ondan
dilədi, dirildi. Derindən dirildi nə deməkdir? Dirildi, acaba dirildi, yəni nə cür görmüşdü, utanmışdı, nə cür dirildi? Andan dirildi. Dərindən altı təmlə taldı. Dərindən altı təmlə damladır həman. Damla, təmlə, dəstəli teynən. Təmlə taldı. Taldı, daldı, düşdü. Ya tamıldı. Mım, əgər burada bir aşağıda bir dəndənə kimi bir şey vardı, aşağı tərəf. Onu mim hesabladı. Təmlə, təmlədi, tamlədi, beləsi bir şey. Əvvəlki təmlədən, birinci damladan Əbu Bəkri manın yaratdı. Əbu Bəkr canın yaratdı. Diqqət buyurun təxəyyülə. Yəni, əvvəl Həzrət Məhəmmədi bir mürvaridin içində 70.000 il saxlayıb, sonra onu bir tavus şəklində idi o da. O tavus da necə oldu? Ayna gördü, özünü gördü, utandı. Utananda onun şeyindən 6 neçədən 6 dənə damcı düşdü, hə, ya 7 dənə. Pəs Allah Teala'dan utandı. Andan dirildi. Derindən altı, dərindən ya dündən. İndi bu nə cür oxumaqdır? Onu gərək əvvəl bilək. 6 təmlə təmlədi. Əvvəlki təmlədən Əbu Bəkr canın yaratdı. İkinci təmlədən Ömər canın yaratdı. Üçüncü təmlədən Osman canın yaratdı. Dördüncü təmlədən Əli canın yaratdı. Bu oldu 4 dənə. Beşinci təmlədən Qızıl Gül yaratdı. Qızıl Gül bizdə türklərdə çox önəmlidir. Beşinci təmlədən Qızıl Gül yaratdı. Altıncı təmlədən Pirinci yaratdı. Pirinc düyü ki deyirik biz indi Azərbaycanda, ona dügüd ya düyü, buna pirinc deyirlər Türkiyədə. Altıncı təmlədən pirinci yaratdı. Bir əndən ol tavus, bir yandan, ehtimalən bir yandan, məsələn, ya bilmirəm, bir əndən ol tavus 5 kəz səcdə qıldı. Yox, o pirinci yaratdı, tamam. Andan ol tavus 5 kəz səcdə qıldı. Ol səcdədən 5 vaxt namaz bizə fərz oldu. Andan, görün, istəyir namazı bizə nə cür, hardan getdi, bir tarix gətirdi buna. Beyindir, beyin bu gücü, yoxluqları var edə bilir. Dünənki kitabda və İsrağacünkü kitablarda bunları gördük ki, inşallah gəldikcə də yer görəcəyik. Beyin gücü çox qüdrətli bir şeydir. Bizi çox ovhama da apara bilər. Təxəyyüldür, təxəyyül və ovham. İkisi bir-birinin qardaşdırlar əslində. 5 vaxt namazı bizə fərz oldu. Andan ol nuru haqqı Teala bir kəz nəzər eylədi. O nuru Allah Teala'dan utandı. Başdan ayağa, bu ayağı da calib yazıbdır. Başdan bu dalınla nunun arasında bir fasilə var. Ayağını da beləsi yazıbdır. Əlifin üstünə məd qoyubdur ya da fəthə qoyubdur, bilmirəm. Bir dənə həmzə yazıbdır qabağında. Sonra yağəni qoyubdur. Əyağa. Əyağa elə bilmişəm. Əyağa. Əyağa. Dəkin dur içinə qərq oldu. Başdan ayağa dəkin dur içinə, dur ehtimalən dürdür, elə həman dur kəlməsi, dur içinə qərq oldu. Başı dərindən mələkləri bir dilədi. Başı dərindən, dərin, burada əcəba o mənadadır ya yox. Başı dərindən, yəni farsca desək, əz omq, ya dibdən, dərin dib. Dərindən mələkləri mələklər
bir dilədi. Yüzü tərindən ərş ilə, kürsi, loh ilə, qələmi və günəşi və hicablər və yıldızlar və gökdə olan nəsnələri yaratdı. Calibdir bu. Başı dərindən mələkləri yaradıldı. Bərdiledi. Esman yaradıldı. Başı dərindən nə cür olmaq? Dərindən başı dərindən mələkləri yaradıldı. Yüzü tərindən ehtimalən dərindən və tərindən olacaqdır. Tər sözü dəri yazılır burada. Başı tərindən mələklər yaradıldı. Yüzü tərindən deyirəm, o üstəki dər elə tər olacaqdır. Dər yazıbdır. Bəlkə başda dər deyilirmiş, başdan tərə ona dər deyilirmiş, üzdən, bədəndən olana tər deyilirmiş. Görək ki, necədir? Bir də desək, dedi ki, Andan ol nuru haqqı Taala bir kəz nəzər eylədi. Ol nurullahi Taalidən utəndi. Başdan ayağa dəkin dər içinə, dər tər. Bunu ki düşün, mən dür oxudum, deyil. Dər içinə qərq oldu. Başdan ayağa tər içinə. Təri d ilə yazır. Tər, dər. İndi bunu bəzi yerdə də 2 nöqtəli t ilə yazır. Onu diqqət eləyək. Deyir ki, başdan ayağa dər içinə qərq oldu. Baş dərindən mələklər yaradıldı. Yüzü tərindən ərş ilə kürsi, löh ilə qələmi, günəşi və hicablər və yıldızlar və gökdə olan nəsnələri yaratdı. Diqqət buyurun, bunların hamısı üzünün tərindən, başının tərindən mələklər. Amma dediyim kimi, külli tərə dər deyir, başın tərinə dər deyir, amma bədənin tərinə, üzün tərinə tər deyir. Bu calib bir şeydir ki, hələ görək ki, haracan gedəcəkdir. Tamam, nəsnələri yaratdı və köksü tərindən, fikirəm bura, bu sinə ya da arxasının burası, köksü tərindən alimlər və qazilər və şəhidləri yaratdı. Qoy bir köks görək ki, bunun mənası haradır? Bir dəfə bunun köks. Bəli, Şəcərə-i Təyyibə islahının kökü və mənşəyi haqqında danışsaq, bu kəlmə, yox, mən onu istəmirəm. Köks, insan bədəninin harasının adıdır. Görək ki, bunun Türkçədə köks insan bədəninin döş ya sinə hissəsinə deyilir. Tamam. Elə bu qədər bizi görür. Köksü tərindən alimlər və qazilər və şəhidlər yaradıldı. Və arxası, biz indi arxa deyirik. Ərgəsi dərindən, yenə tər. Baxın, başda oldu dər, burada oldu tər, amma dur ilə üzün tərinə dedi tər, bəli, başla belin tərinə, yəni 5-dən də buradan üstənin tərinə desək, arxası, onun tərinə dər dedi. Əcəba belə bir şeydir, yoxsa, amma külli bədənin də başdan ayağa tərinə dər dedi. Köksü tərindən filan, ərgəsi dərindən Kəbətül Müqəddəs yaradıldı və yeryüzündə nə qədər məscid olan yerlər var isə, bu məscidi də calib yazıldı. Məscid. Mim eyn, bəlkə rəh tökülübdür, məscid deyilə, amma məscid Türkiyədə məscid işlədilmir, bir cami işlənir, bizdə məscid işlənir, ərəb dünyasında da məscid işlənmir, cami işlənir. Bu
biraz şeydir. Amma ola bilər ki, məscid olmaya, çünki çətindir oxumaq əslən bunu. Ərəb dilində də çətindir. Belə bir şey yoxdur. Ölə bilər elə bu mürəkkəb damıbdır ora məsələn. Əlbəttə görürük ki, ondan qabaqda da məsələn neçə yerdə də bunu görürük. Hey mürəkkəb damıbdır. Məsələn damızlığı yer o nə qədərin altında 2 dana mimin məscidin o məscid üstündə həm bir dana nöqtə kimi var, həm də bu eyni kimi yapışıb ora. Məncə bu çoxdur, görsənir. Yəni hər yerdə bunu mən görürəm. Onun üçün bunu deyək ki, məscid. Dedi ki, ərqəsi dərindən Kəbətül Müqəddəs yaradıldı və yer yüzündə nə qədər məscid olan yerlər var isə və iki qaşı qutuldu və yer isə məsciddə olan yer var isə onları da yaratdı. 2 qaşı tərindən, indi burada üzün demişdi, indi burada 2 qaşı tərindən Məhəmməd aleyhisselam ümməti yaradıldı. Aşağıda qoyulur ki, yaradıldı. Bəli, tamam, yaradıldı. Əgər özü, əgər övrət, əgər üzü, əgər övrət və ucası tərindən, bunu baş tapmadım, bu nə mənəsi olacaqdır? Və əgər üzü, əgər övrət və ucası tərindən, ucası nə deməkdir? Ya vəcası nə deməkdir? Tərindən Yəhudilər və Nəsranilər və Məcusilər və cümlə kafirlər cani yaratdı. Yaradıldı. Əgər aqrazu yox, o mənası əslən yoxdur. Əgər örü əgər ər və əgər övrət və ucası tərindən, ucası nə deməkdir? Və ehtimalən burada bir dənə hərf yazıbdan qərəliyiblər. Vəcas nə deməkdir? Tərindən. Övrət gələndə burada əgər ər və əgər övrət qadın anlamındadır. Burada xanım anlamındadır, xatunları deyir. Və casi tərindən, indi bu nə deməkdir? Yəhudilər və Nəsranilər və Məcusilər və cümlə kafirlər cani yaradıldı. Və ayaqları tərindən yer yaradıldı. Məğribdən məşriqə və dəxi yerdə olan nə qədər əsnələr var isə burada bir şey yazıb, silinibdir ya da yazmıyor. Məsələn, boş qalıbdır. Qırmızı da bəlkə yazmışmış, amma gedibdir. Yəni bu hər nədə oxunmur. Ehtimalən və amədən kimi belə bir şey görürəm. Qırmızı kimi. Nə deməkdir? Qutuldu. Haqqi Teala buyurdu. Ey Məhəmməd nuri, qərşünə bəq və bəqdi. 4 nur. Özündən bunları, hardan bunları gətirib yazıbdır? Təxəyyüldür da, təxəyyül edir və beləsi ciddi bir təxəyyül. Haqqi Teala buyurdu, ey Məhəmməd nuri, qərşünə bəq və bəqdi. 4 nur gördü. Biri Əbu Bəkr, biri Ömər, biri Osman, biri Əli. Rizvanullah Teala aleyhim əcməin nurləri idi. Onları gördü. Ondan sonra Muhammed el-Mustafa'nın nuri 70.000 yıl təsbih eylədi. Ondan peyğəmbərlər canın yaradıb cümlə canları La ilahe illallah Muhammed Rasulullah qırmızı xətlə yazılıb təqribən gedibdir. Yəni mən zorla təsəvvür edirəm ki, Muhammed Rasulullahdır. Dedilər, ondan Haqqı Teala bir qəndil yaratdı. Qızıl yaqutidən. Qızıl burada yəni yaqut qırmızıdır özü. Qızıl da həm qırmızıya deyilir. Bu görək bunu da dəqiq bunu bələndirək ki, Türkcədə qızıl qəzil də oxuna bilər əlbəttə. Hanki
rəngin adıdır. Biz qəzil getinin tükünə qəzil deyirik. Ondan onu pambıqla qatarlar. Ya yünlə bəzən ehtimalən çox az yünlə, amma çox az pambıqla məmulən olur. Onu əyirərlər cəhrədə, qədim cəhrə idi, indi bilmirəm nə ilə əyirərlər. Mən cəhrə gördüm, mənim nənəm də bir müddət. Yəni bir zaman kətdən gələndə xanımların elə işi bu idi. Yəni tamam kətdən gələnlərin təqribən %99-u cəhrə ilə əyirirdilər evə xəşdıq gətirmək, köməklik eləmək üçün ərlərinə. İşləyirdilər, zəhmət çəkirdilər. İnsafən çox zəhmətkeş xanımlar idilər. Allah hamısının qalanlarına uzun ömür versin, ölənlərinə rəhmət eyləsin. Ondan kilim toxurdular, ondan yağış geçmir, su geçmir. Onu çadırın üstünə zadına salırdılar ki, yağış geçməsin içəriyə. Dedi ki, və Məhəmməd Rasulullah dedilər, ondan Haqqı Teala bir qəndil yaratdı, qızıl yaqutidən. Qızıl qəzil kimi yazılıbdır, yığı yox. Qəzil əlbəttə yığı var, amma bunun yoxudur. Deyir ki, Azərbaycan türkcəsində və qədim türk dilində qızıl əslində qırmızı rənginin adıdır. Bu sözün kökü və işlənmə yeri haqda maraqlı nöqtələr var. Rəng mənası. Qədim mətnlərdə və xalq dilində qızıl elə qırmızı deməkdir. Məsələn, bizim dildə qızıl gül, qırmızı gül ya qızıl üzən, qırmızı çay. Buna bariz nümunələrdir. Misal qızıl, təla. Bu metalın rəngi qırmızıya çalan sarı olduğu üçün ona da qızıl deyilib. Əslində bu metalın adının rəngindən götürülüb. Başqa türk dillər. Anadolu türkcəsində qızıl tamamən qırmızı mənasındadır. Məsələn, qızıl dərililər. Sizin oxuduğunuz əlyazmalarda, özəlliklə təsəvvüfi mətnlərdə qızıl rəngi bəzən eşq, qan və şəhadət sembolü kimi işlənilir. Tamam. Gedək kitabımızın davamına. Qızıl yaqutidən şöylə safi idi ki, içində təşi görünürdü. Bir qəndil yaratdı ki, qəndil yaratdı qızıl yaqutidən. Şöylə safi elə təmiz idi ki, içində təşi, daş, içində təşi görünürdü. Ondan Muhammed ümmətinin safi surətini yaratdı və dünyadakı surəti gibi və dəxi ol qəndilin içində Allah-u Teala buyruğu ilə 100.000 yıl qədəri təvaf edib dolandılar, təsbih və təhlil etdilər. Ondan ol canlara Allah-u Teala'dan əmr oldu ki, ol nura nəzər edələr. Ehtimalən burada qırmızı ilə yazıb Yəmindir, belə bir şey. Amma indi mən bunu təqiq görənmirəm, oxuya bilmirəm. Amma Yasin də oxuna bilər, pəs də oxuna bilər, pəs sözü oxuna bilir. Yəni bunlarda qırmızı rəng gedib də hər halda, yaxşı görsənmir. Diqqət buyurun, yəni təxəyyül çox güclü bir təxəyyüldür. Pəs ol canlıların cümləsi ol nura bəqdilər və ol mübarək başını görənlər xəlbəqə və sultan oldu, xəlifə və sultan oldular və xalq arasında məqbul və mötəbər oldular və alnın görənlər ədl istibəklər oldu. Ədalət, ehtimalə ədalətli, yox, ədl istibəklər oldu. Bəylər ehtimalən. Ədl isti, bəlkə də ədl oxum, ya bu ayrı bir şey oxuna. Alnın görənlər
ədl oxunulur. Ədl isti bəklər oldu. Və qaşını görənlər nəqqaşlər oldular. Və qulağın görənlər Qur'an-ı Əzimü şəni kəlici müqbillər oldular. Dinləyici olacaq bu da. Din, kaf, nun oxunsa, dinləyiciyi müqbillər oldular. Və iki yanağın, yanaq əlbəttə fikirən bu qismətə deyilir. Baxaq görək yanaq hara deyir. Yanaq sözü üzün haras. Yanaq sözü üzün harasının adıdır. Azərbaycan türkçəsində və qədim mətnlərdə yanaq ya da yanaq, üzün, surətin, cünə ya ləb, lüb, çik İngiliscəsində yazıbdır, yaxşı, lob farsca buranı deyir, çik bura deyilir, fikirəm, hissəsinə deyilir. Bu sözün ədəbiyyat və əl yazmalarda yeri belədir. Anatomik və olaraq gözlərin altından başlayıb çənəyə qədər uzanan uzun ucanı tərəfi, ocanı hissəsidir. Tamam, elə bu qədər görür. Buradan buracan gözün altından gəlir çəniyəcən. Bura nə dedilər? Yanaq. Yanağın görənlər ihsan edicilər oldular və aqillər oldular və yüzün görən, necə axı bu yanağı görən üzü görməz. Bəlkə bir tərəfdən baxıb ona görə deyir, ha? Yəni bu tərəfdən baxıb üzünün bu yanağını görübdür, qaşın görməyibdir məsələn. Calibdir. Təsəvvürlər çox əcibdir. Bəlkə də o qədər yekədi görübdür. Məsələn bu çox yekədir. Göz məsələn burasını görür, bura bu görmək üçün gərək baxasan bura. Məsələn gözü görmək üçün gərək bura baxsan. Yəni gözün başı qeytərəsən o üzrə. Məsələn bu cür yekə bir əcib bir şey təsəvvür edir. Qulağın görənlər Qur'an-ı Əzimüşşən dinləyici müqbillər oldular və iki yanağın görənlər ehsan edicilər oldular və aqillər oldular və yüzün görənlər həkimlər və vaizlər oldular və dodaqların görənlər üzün görüblər, dodaqlarını görməyiblər. Görənlər vəzirlər oldular və ağzın görənlər ağzının için. Dodağın görüblər, indi bir dəfə ağız var. Ağzın görənlər oruc tutacilər və doğru sözlü oldular və dişin görənlər xub surətli və şirin sözlü oldular və dilin görənlər sultan arasında elçilər oldular və boğazın görənlər dilin də görüblər, calibdir. Boğazın görənlər vaizlər və nasihlər və namaz qılıcılar oldular və yəni o birislər namaz qılmırlar da, onlar qutuldu məsələn. Oldular və köynəyin görənlər köynəyin görənlər tacirlər oldular və iki bazusin görənlər indi nə cür iki bazunu bir yerdə görüblər, calibdir. Bu yekəlikdə ikini bir yerdə görüblər, amma məsələn üzdə bu dodağıyla burunu, məsələn qanaqları ya qaşı görməyiblər məsələn. Çox calibdir. İki bazusin görənlər qılıc, səlan, əslan kimi yazılır, aslan, səlan, qırız səlan gördülər. Ehtimalən səlan da əslandandır. Yəni bunlar ehtimalən salan, satla yazılıb, ona görə deyirəm. Əslanı da biz satla qədim yazırdıq, indi sin ilə yazılır. Aslan, arslan. Salan qazilər oldular. Yalnız
Sağ bazusunu görənlər, təkcə bunu görənlər hicamət edici oldular. İki yasını görənlər nə mənə deməkdir? Bazusunu görənlər ehtimalən sağ bazusunu görənlər hicamət edici oldular. İki Cəlibdir burada bir şey yazıbdır. Yasını görənlər nə deməkdir bilmirəm. Sərraflər oldular və iki əlin görənlər cümərdilər oldular və sağ ayasın. Orada da aya yazmışdı. Mən onu orada oxuya bilmədim. Edici olur. İki ayasını ehtimalən belə iki ayasını ayaq mənasına deyil əlbəttə. İki ayasını görənlər nə mənədir bilmirəm. Sərraflər oldular və iki əlini görənlər cömərdilər oldular və sağ ayasının odini görənlər nə altını olacaqdı. Nə mənədir bu? Dını, avdini görənlər götə tapanlar oldular. Pütə tapanlar oldular. Bot, mücəssəmə. Buta tapanlar, ibadət edənlər. Tapmaq, tapanaq bundandır. Yəni təpilməkdən gəlir. Təpilmək da yəni bir yerə girmək. Tapanaq yəni bir yerə girmək. Bir dinə, bir şeyə. İndi pütə tapanlar yəni bütün ibadətinə girənlər, bütün Allah qəbul edənlər. Pütə tapanlar oldular və sol ayasının yenə burada dəqiq yazıb. Yəni oradan qəşəng görünmürdü. Burada yap dəqiq yazıb. Ayasının ardın görənlər nəqslər və nəciblər. Nəqslər nə deməkdir və nəciblilər, nəciblilər iki dənə olanma var. Nəciblilər və həsislər oldular. Ehtimalən bu pəxillər olacaqdır. Pəxillər. Nöqtəni belə oxuyaq. Pəxillər düz olur. Pəxillər və xəsislər oldular. Və onlara ki sol pərməklərin görənlər katiblər oldular. Niyə sol barmağına? Məmulən gərək sağı görənlər olaydı. Sol pərməklərin görənlər katiblər oldular. Və onun ki sağ pərməklərin gördülər təzdilər oldular. Tərzilər oldular. Tərzilər xəyyatlar. Və onlar ki pərməklərin ardən gördülər, arxadan gördülər və əvarəcilər davadəcilər oldular. Və əvarəcilər ya davadəcilər nə ola bilər? Davacilər oldular və onlar ki köksünü gördülər, arxasını yenə alimlər oldular və fazillər və müctəhidlər oldular və onlar ki ərqəsini gördülər. İndi köksünü dedik ki burası idi. Nədir oldu bir də gəldi bura? Gördülər əmr-i şər-i şərifə müti və minqad oldular və qarnın görənlər qənaət edici və zahidlər oldular və əllər ki əllərinə və dizlərin gördülər. Ehtimalən onlar ki dizlərin gördülər, səcdə edicilər oldular və onlar ki iki ayağın gördülər, avcilər oldular və onlar ki ayağının altın gördülər, yülüb yortan səyyahlər. Yülüb yortan nə deməkdir? Yülüb yortan səyyahlər oldular və onlar ki kölgəsini gördülər, ayrılıcılar oldular və çalcılar oldular. Onlar ki burada bir şey yazıb oxunmur ki heç bir nəsnə görmədilər. Onlar ki kör
ehtimalən kör yazıbdır, ehtimalən. Ya üstünə bir xətt çəkilibdir. Bu yəni yox, qələtdir. Bəli, kör oxumayacaq, bu qələtdir. Üstünə xətt çəkilib, yəni qələtdir. Onlar ki, heç bir nəsnə görmədilər, düzdür. Beləsi oxunacaq. Yəhudi, Nəsari və Məcusilər oldular. Axı orada əvvəldə yazmışdı bir ayrı bir şey. İndi burada övrət nəmənəsini görənlər də Yəhudi, Məcusi. İndi təzədən burada bir ayrı bir şey. Yəni və onlar ki, heç bəğmədilər, məğrur və təkəbbürlük dəvasın qilənlər oldular. Fir'aun, Nemrud, Şəddad, Mahan, Qarun əleyhimüllənə və sairlər kimi indi bilinər ki, Allah təbarəkə və Teala qullərinə 5 vaxt namazı kim buyururdu, qiyam, indi buyururdu, qiyam, əlif gibi və rükûi, ha gibi və sücudi, mim gibi. İndi burada hurufları hurufiyyə məzhəbinə gedə bilirik. Yəni hurufiyyə məktəbi deyək, məzhəb deməyək. Hurufiyyə məktəbi düşüncəsində bəlkə bunlar dərdə dəyər. Əlif, qiyam, əlif, düz, insanın düz durması. Qiyam, əlif gibi. Rükû, əyliruq, ha gibi, Həsən hey kimi yəni. Və sücudi, mim gibi. Mim niyə? Başın əyib beləsi. Sücud, mim gibi. Və quudi, dal gibi. Quud, Allah Allah. Əslində gərək sucud dal kimi olaydı. Quud və Həzrəti Adəmin yaradılması dahi Muhammed el-Mustafa surətinə yaratdı ki, baş dəgirmi mim gibi. Baş digərmi ya digirmi mim gibi. Əli he gibi. Qərni ikinci mim gibi. Və ayaqları dal gibi. Haqqı təbarək və Teala Həzrəti kafirlərdən heç birisinin bu surətdə içən ateş atarmı? Bəlkə xinzir surətinə qoyub cəhənnəmdə idi qaldır. Vallahu ələm. Xinzirin nə günahı var yəni? Hər halda kitabın bu ki bizim təxəyyülümüz qəbul edər ya yox, bir zaman belə düşünüblər, belə də yazıblar da. Yəni indi bunun da içində önəmli düşüncələr ola bilər bəzi yerdə. Yəni bəlkə biz indi bunun bəzi şeylərinə müvafiq olmayaq, amma ola bilər ki, içində kitabın bəzi yerlərində ciddi bir sözlər olsun. Buradan geçək bu kitab 112 səhifədir PDF-də. Bunun mən gedim 50-ci səhifəsindən biraz oxuyayım, sonra gedək sonuncusunu oxuyaq. 50-ci səhifədə bu birisi 49, əlbəttə kitabda yazıb 49. Mən 49-cu kitabın özündə yazıb 49-cu səhifə onu oxuyuram. Döktürdünüz vaxt bu nəratələrinə bunu qəzaya səqdürdülərdi. Əcəba bu hangi dildə yazıldı? Mən hələ bunu siz onlarda oturub mal-i mülk cəm etdiniz. Vaxt bunlar qəza yoluna başların və mallərin xərc edib və siz dünyada malınızdan fəqirlərə nəslük edib. Nəslük nəkslik nəksil. Görək bu nəksil nə deməkdir? Nəksil. Beləsi yazıbdır. Görək bu nəksil nə mənədir? Əlyazma mətnində xüsusən sizin baxdığınız o 1930-cu türkçəsində nəksil kəlməsi böyük ehtimalla bir katib səhvi ya oxunuş çətinliyi nəticəsində belə görünür. Bu kəlmə əslində bunlardan biri ola bilir. Nəsl. Yox, bu deyil. Burada deyir ki, siz dünyada malınızdan fəqirlərə nəksillik edib bir akçə verməzdiniz.
verməzdürünüz. Nəksil təksil də ola bilər, amma yox. İstirdim görüm ki, nə ola bilər. Hər halda belə bir şeydir, yəni mənasını bilmədim. Vaxt anlar cömertlik edib mallərin dərvişlərə sədaqə edərlərdi və onun üçün sizdən dəxi onların mərtəbələri yücədir deyə dəxi Əbi Hüreyrədən rəziyallahu anh eydər. Cənnət içində bir ağac vardır. O ağacın böyüklüğü şul qədərdir ki, əgər bir kişi bir yükrük ata, bir yükrük, indi burada yükrük yazır, yəni sürətli, bir yürüklük düz gəlir. Bir yürüklük ata binsə, yürük görək nə yazır burada? Əcəba bunu çıxada bilir. Yürük at. Yürüklük yazmışdı. Mən iştibah yazdım bəlkə. Bir yükrük. Qələt yazmışam, yükrük. Qədim türkçədə və əlyazma mətnlərdə yürük at, çox sürətli qaçan yürük ya da tez ayaq ata deyilirlər. Tez ayaq ata deyirlər. Bu sözün kökü və mənası. Kökü bu söz yücürmək, yəni qaçmaq feilindən, yücürmək yəni həmlə eləmək əslində. Bir tərəfə qarşı hızla, çox sürətlə hərəkət etmək, yücürmək o anlamdadır. Yerimək anlamında deyil. Mənası yürək, itipa, pada, hamıdan öndə qaçan madyan və ya at. Tamam. Cənnət içində bir ağac vardır. O ağacın böyüklüyü şul qədərdir ki, əgər bir kişi bir yükrük ata binsə, 100 il səgərtəsə, kölgəsinin bir ucundan bir ucuna irişməyə. Necə ki, Quranda buyurur. Belə bir şey, səkərtəmək nə deməkdir? Səkərtəsə. Səkərtmək. Qədim türkçədə baxdığınız 1900-cü ilin əlyazması mətnlərində səkərtmək, atı çapmaq, sıradamaq, sürətlə iqtilamaq, bunlar əcib mənadır. 100 il səkirtəsə, kölgəsinin bir ucundan bir ucuna erişməyə. Nitekim Qur'anda buyurur, Ələm tərə ilə Rabbikə keyfə məddəz zilli, yəni qəblə tulu'i şəmsi və qəblə qurubiha. Bab, fi zikrili huri, bu bab cənnət içində olan huriləri zikr edər. Calibdir burası, gözəldir. Adam buranı oxuya görə ki, hurilərdən nə düşüncə, təsəvvürü var. Hamısı təxəyyüldür da. Xəbərdə gəlmişdir ki, Haqqı Subhanəhu və Teala qəçən cənnət hurilərin yaratdı. 4 dürlü Qugli nəsnədən yaratdı. Ayaqların ayaqların ta dizlərinə dək zəfərandan yaratdı. Dizlərindən köksülərinə dəkin müşküdən yaratdı və köksülerinden
boyunlarına dəkin ənbərdən yaratdı və boyunlarından başlarına dəkin kafurdən yaratdı və əgər hurilərin ağızları yarından dünyaya bir təməllə təmsə, bir təmlə təmsə, bir damla damsa, yarından ağızları yarından dünyaya bir təmlə təmsə və məcmui dənizlər ol ağzı yarının dənizə təmsə, ab-i həyat oleydi və yeryüzünün toprakları müşk oleydi və ol hurilərin yüzlərindən yarın minnətdə anın halali olacaq kişinin adları yazılmış və dəxi Əsmaullah'dan bir ismə yazılmış ola və hər birinin qollarında altından onar bilərzik ola. Allah Allah, insanlar və pür müqəllərində və bərməklərində lə'lidən yüzüklər ola və toyuqlar etmələn cəvahirdən öner bilzək milləlləri ola. Bilmədim bunu. Bilzək mili əlləri ola. Nə mənədir? Və dəxi rivayətdə rivayətdir. İbn Abbas'dan radiyallahu anh eydər cənnət içində bir huri vardır. Onun adına löbdə verilər. Haqqı Teala onu 4 türlü nəsnədən yaratmışdır. Balçığı kafurdən və rutbağı ənbərdir və kafirüdəndir. Aha, balçığı kafirüdəndir və toprağı ənbərdəndir və suyu abi həyatidəndir və ruhi nuridəndir. Cənnət içrə nədənli adamlar özlərindən bir nağıllar götürüblər, yazıblar, yazıq. Bunun sonuna burada bir şey yazıbdır. Bu bölümün sonuna baxıq görək nədir. Bir neçəsi nəfsin issi ölüyə pişmiş olub möminlərin önlərindəki sinilərdə dökülə. Bunlar dəxi nəfsləri muradinca yiyələr və ol ki baqi qalıb yenməyəni Haqqı Teala əmrinə verilib üçə havaya pərvaz ürə. Hər kəsin və hər giz nəsnələri əksilməyə və nitəkim önürlər heç bir sorun və bərayətdən və yaxud bir hərfidən nəsnə əskilmədiyi gibi və Həzrəti Resulullah sallallahu aleyhi və səlləm edər cənnət əhli cənnətdə yiyib içərlər və əmma yiyib içdikləri şul yel gibi məhv olarlar və hərgiz qəza hacətə mühtac olmaya və əmma hərgiz ki rihi xuruc edə və dihasi müsk ola. Cəlibdir, deyir ki, yiyərlər içərlər, tuvaletə getməzlər. Yel də çıxanda o yel də müşk yel olar. Allah Allah. Cəlibdir, hər halda bu da bir düşüncədir da. Yəni adamlar oturublar, təxəyyül eləyiblər. Çox cəlibdir bu təxəyyül gücü insanda. İkinci kitaba baxaq, görək nədir? Ona tarix qoymamışdı, adını da yazmamışdı. Görək bu kimdir? Bismillahirrahmanirrahim və burada qalıbdır və behidi nədir? Qalıbdır.
Elhamdülillahi Rabbil alemin və salatu və selamu ala Muhammedin və alihi ecmaîn. İ'lemu vəffəqəhumullah, vəffəqəkumullah. İyi. Allah-u Teala Həzrətinin mümin və müvəhhid qulləri şöyle məlum olsun ki, bu həqiri qəlilül bəzaə kim? Müstəfa İbni yazar kimdir? Yazar. Mustafa İbni Muhammed el-Engerevi. Muhammed el-Engerevi. Engerevidir. Hakkı subah. Der. Engerevi der. Əlbəttə yapışdırıb bir-birinə. Engerevi ilə bunu yapışdırıb. Ankaralı. Engerevi der. Hakkı subhanehu ve teala atasın ve anasın ve cemi əqrəbasın mə'l müminine vel müminat yarılğayıb bağışlamaq mənasına oxuduq qabaqcan bir yerdə. Bəlkə o mənadadır, bəlkə də qəzavət mənasınadır. Yəni bu iki mənada işlənir. Yarılğayıb anların yüzü suyuna kəndiyi barlığa amin və haqqı seyyidül mürsəlin bir türkicə risalə yazmaq istədim ki, içində gözəl hədislər və lətif hikayələr və xub mənaqiblər və fəzail çahar yar və əsair əshab-ı rizvanullah aleyhim əcməin və Həzrəti Sultanın burada və Həzrəti Sultanın sallallahu aleyhi və səlləm üzərinə salavat vermənin səvabın və möcüzatın və bəzi usafın və şəhri Rəcəbin və Şəbanın və Ramazanın və bəzi əyyamlərin fəzailini yazdım və tərcümə etdim və nəql etdiyim kitabların adını münasibətlə yeri gəldikcə adlı adı ilə zikr etdim ki ta oxuyub və dinləyən kimsələr su-i zənnidən bəri olub və bu həqiri duayı bil xeyri ilə ansınlar. Xı burada nun oxunacaq. Ansınlar diyor. Və bunu 23 məclis etdim. Bu kitab 23 babda əslində məclis. İndi mənim qərəndaşım əgər əsli ta oxuyub və dinləyənə asan olsun diyor. Əgər əsl ta oxuyub və dinləyənə asan olsun diyor. Hər bir məclisin əvvəlində təbərrükən və təyəmmünən Həzrəti Sultanın sallallahu aleyhi və səlləm üzərinə salavat və bərəkatın fəziləti ilə ol salavat hədisini rivayət ilən ravinin fəzailin beləcə yazdım ki sözün sahibindən bəlli olub söhbətinə qüvvət olsun diyor. Və bəzi məqamilərdə əla qədr taqət yazdım ki qırmızı. Yazdım ki yenə qırmızı, iki dəfə bunu yazıb, bir dəfə qırmızı, bir dəfə. Yazdım ki bəzi ixvan oxuduğu zamanıda şoq-i ilahi gəlib anat vaxtilə bağıb xətasını islah edə. Adını Həlüvvün Nasihin dedim. Kitabın adı Həlüvvün Nasihin. Əvvəldəkinin adını bilmirik, amma birinci Risalenin adı bəlli deyil. İkinci Risalenin adı Həlüvvün Nasihin.
dedim. Dinleyenler damağına Hakkı Teala halavet ve verip içindekiyle amel ede, müyesser ede. Əməl edəni də şey olubdur. Üstünə xətt çəkiblər, mən də elə xətt çəkim. Əməl içindəki ilə əməl müyəssər edə. Amin. Ya müin. Və dəxi hər məclisin içində bir möcüzə yazdım. Beləcə yazdım. Yazdım ki, ümməti Muhammed onların Həbib-i Əkrəmə sökülülərini, sevgililərini ziyadə olsun diye. Vallahül müvəffəqü vəl mürşidi. Münacat. Münacatı da oxuyaq da. Ya ilahəl aləmin. Burada bir 7 kimi bir şey görsənir. Aşağı tərəfdən, amma bir yerdə görmürəm bir şey yazmış olsun. Ona görə bu arxada bir şey olmalı olacaqdır. Bu üzə gəlibdir. Ya ilahəl aləmin, lütf ilə ihsan et bana. Cürmi üsyan əlindən yüzümü döndər sana. Həm rəfiq bana eylə tevfiqini ya Rabbena. Kim gedim daim Həbibinin dost Muhammed yana. Dost Muhammeddən yana. Şöyle fəzl eylə bugün biz quluna ya zal keram kim görərsə yarın anda cümləsi qılır qalır tana rəhmətin dəryasına taldırır beni ya zal ata qılmaya bir olmadık işim gəlməyə bir olmadık işim cəm'i həb ona həm ağrıdı və yer yüzüm ənbiyan hürmətinə həm ağırdı və yer yüzüm ənbiya hürmətinə dedim başladım. Evliyaünlə belə həşr et qovmə sultanım sona. Bir muradım var qapında ver bana. Məhrum qoma rəhməti it şunlərə kim bəni dua eyliyə ana. Əvvəlki məclis nə dedi? Əvvəlki məclis ol rəcəbün və sələvat-ı duayibin fəzailin bildirir. Pəs Salih adlı kitabıda yazar İbni Məsud rəziyallahu anhı rivayət edər. Qalə Rasulullah sallallahu aleyhi və səlləm Əncikum yevməl qiyaməti mən əhvaliha və əfzaiha əksərikum ələ salatin munqəbə. Tamam. Keçək bunlardan. Kitabın sonuna gedək. Sonundan da o bir səfənin qalanlarından ki oxumuşduq tarixin əslində. Amma biraz buradan oxuyaq və qutaraq. Şəfaül qulubidə bəzər geçən yevmi qiyamət olub cəmi məxluqatı cəm edəcək bir mələk gəlib Həzrəti Rəsulə ya Resulallah gəl buyur Hakkı Teala səni məhşər yerinə dəvət edər deyəcək. Dərhal bəraqənə bünüb bəraqənə bir dana deyirlər Həzrəti Məhəmməd bir şeyə minibdi, gedibdi ərşə Allahın yanına, dərbarına, dərgahına, kürsüyə tərəf. Onun adı Bəraqdır. İndi yenə də deyir burada dərhal bəraqənə binib ərş-i rəhmanə toğri gedərkən ümməti Muhammed hər biri görüb Əs-salatu vəs-salam aleykə ya Rasulullah deyib kimi öncə və kimi ardınca, kimi önüncə və kimi ardınca əhli məhşərə qarışı gedərkən bəzi kimsələr mələklər pərdə edərlər
nə Məhəmməd anləri və nə anlar Məhəmmədi görələr. Bunlar kimlərdir? Və diltəldədir ki də Allah ələm. Məhəmməd mübarək adın eşidib də salavat verməyənlərdir. Allah Allah. Deyib cavab verdilər. Burada ehtimalən beləsi yazıb ki, bəzi kimsələr mələklər pərdə edələr. Bəzi kimsələrə mələklər pərdə edələr. Nə Məhəmməd anları və nə anlar Məhəmmədi görələr. Bunlar kimlərdir? Denildikdə Allahu ələm. Məhəmməd mübarək adın eşidib də salavat verməyənlərdir. Onlardan nəminə amin. Burada bir şey yazıb üstünə rəh tökülüb bilinmir. Münacat-ı ilahi. Ruzi qıl səndəxi biz qullərinə və üzər və sənin yollarına. Tamam, buradan müzəsində oxumuşduq. Daha şey deyil. Tamam. Demişdik, burada bir səhifəyə də baxaq, amma yadımızda. Hər halda bu günlər bu Şəcəri Yəqindən biraz oxuduq. Görün, bir ayrı kitaba da baxa bilərik. Əgər fürsətimiz olsa ya olmaz. Ona da bir baxaq. Kitabın adı Şəcəri Yəqin deyiblər. Mən bunu yazım. Burada Şəcəri Yəqin yazmışam, amma birincisinin adını bilmədik. İkincisi də cəlibdir. Bu nə cür Şəcəri Yəqindir ki, yəni adam Təbəqat-ı Sufiyyə. Bu kitabı da dedik da 255 il bundan öncə yazılıbdır. Bir tarixi ki, burada qoyublar. Bilmirik, əsli kitabdır, yoxsa nüsxəninkidir. Onu bilmədik. Təbəqat-ı Sufiyyə adlı bir kitabdır. Bu 800 səhifəlik bir kitabdır. Qalsın, bunu bir ayrı gün baxarıq. Görün, bir ayrı kiçik bir kitab varmı? Yoxmu? Ona bir baxaq. Zəfərnamə 172 səhifədir, 400 səhifə, 500 səhifə. Bunlar hamısı ağır kitablardır, çox da cəlib kitablardır. Bu Zəfərnaməyə bir baxaq. Az da olsa bunu bir baxaq, o birisi kitab qalsın. Kitabın əvvəl özünə baxırıq. Kitab gönümüş ehtimalən çox işlənibdir, cırılıbdır dövrələri, tərliyibdir, su geçib, hər nə olub bilmirəm, amma qıraqları tərdən aradan gedibdir. Cırılıb, köhnəlibdir, əpriyib, çürüyüb əslində kitabın dövrələri. Kitabı açıb görürük ki, şirazəsi cırılıbdır. Kitabın bu tərəfdə Kəmal-i mərifətlə məşhur ol-on nəmənə başəd ki, mərifətlə külli nəmənə oxunmur qalanı. Süleymaniyyə kitabxanasının möhrünü burada görürük. Burada da bir şey yazılıb, onlardan geçək. Kitab ilə əvvəldən başlayır. Kitabın adı 2 ad. Bu da 1. Zəfərnamədir. Adı Zəfərnamədir. Çox gözəl bir xətt ilə yazılıbdır. Xətt ilə yazılmağı, bu gözəl xətt ilə yazılmağı bir tərəfə, əlyazı olmağı bir tərəfə, sözlərin təh-təh hərflərinin səsini qoyub üstünə. Ona görə də biz bunu çox gözəl oxuya bilirik. Kitabın baxırıq ki, içinə su giribdir. Ən azından 2 dəfə mən görürəm, ən azından seçdiyim 2 dəfədir. Əlbəttə 3 dəfəyə də şahid tuta bilirəm ki, şahid tapa bilirəm buradan ki, 3 dəfə bu kitaba su geçibdir. Kitabın ortasında da, yəni o tikilən yerinə ki, bir-birinə şirazıya, orada su geçibdir, orada sökülübdür, çürüyübdür, qıraqları çürüyübdür. Mürəkkəb dağılıb kitabın qırağına, çox qalin, yəni dağılmaqdır bu şey deyil. Kitabın sətirləri bir-birindən aczacan aralıdır, çox aralı deyil. Bəzən kəlmələr az qalır ki, bir-birinə yapışalar. Amma biraz da şey görsənir, yəni. Amma gözəl xətdir, oxumaq bunu olar. Bəzi kəlmələri sual-cavab deyə yazıblar. Hətta məsələn burada bir yerdə görürəm ki, sualı yazıbdır, sonra xoca yazıbdır, onu silibdir, üstünə xətt çəkib qələmidatla sual qalıbdır. Sualı da misli şey kimi yazıbsan, suak, misvak kimi məsələn yazıbdır.
Üstünə də o həmzəni qoyanda da elə qoyub ki, bəzi yerdə nəzər gəlir ki, şu aldı məsələn. Bu kitab ehtimalən İstirdim deyəm ki, bəlkə müəllif yazmayıbdır. Bəlkə müəllifin, yəni yazanın öz xəttidir. Bəlkə də bir nəssaq yazıbdır, amma qələt çoxdur. Yəni çox yerdə qələt yazıbdır. Üstünə qırmızı ya qara qələmlə də xətt çəkibdir ki, yəni bu doğru deyil və davam edib cümləni. Ona görə deyirəm ki, bu ola bilər şey olsun, yəni əsl yazı olsun. Kitabın dövrəsi çox kəsif saxlanıb. Yəni çox kirlənib kitab. Su gəlibdir, ərtəri gəlibdir, yemaq tökülübdür, ehtimalən nəvit tökülüb ya yağ tökülübdür. Yəni bu səfə yox belə çox əslən iftizah kitab çürüyüb bu səfə tamilən çürüyübdür. Bu adam da gəlib yaxşı bir iş görübdür. Bir dənə kağız qoyub bunun arxasına, əksini salıb, amma o birisi səhifədə gərək bunu o birisi səhifədə salaydı. Yəni burada biz görürük, amma bu tərəfdə nədənsə bu tərəfdə əksin qoymayıbdır. Bu üzün biz görürük, amma bu üzə qoyanda əksin qoyubdur ki, bəlli olsun kitab nə qədər cırılıb gedibdir. Çürüyüb əslində. Yəni əslən rəsminə baxsaq, doğrusu kitab çürüyübdür. Bəzi kəlmələr qırmızı yazıb, bəzi kəlmələrin də üstündə qırmızı xətt çəkibdir. Getdikcə xətt daha gözəlləşir. Yəni əvvələ görə getdikcə əcəba adamın əli dəyişir. Yenə dəyişdi məsələn yazı. Nəzərə gəlir ki, elə bir ikinci bab mərifət-i babdır. Burada da mərifət haqqında danışacaq ki, mərifət nədir? Üçüncü bab məhəbbət babıdır. Burada da məhəbbət haqqında danışacaqdır. Orada zəfərnamə mən deyirdim savaş haqqındadır, amma burada görürük ki, məhəbbət falan. Dördüncü bab sünnət və cəmaət haqqında danışacaqdır. Çox gözəl kitabdır. Kitabın sökülməsi bəllidir. Bu səfədə baxanda görürük ki, kitabı ki, tihmişmişlər, sökülübdür. Bir ayrı adam, bəlkə də elə həmin 3 yerdən bunu tazaşdan tikibdir, qalıbdır orada. Çox gözəl bir əl yazmadır. Kitabın yazılı yerləri də bəzi yerdə xəsarət görübdür. 5-ci bab namaz babıdır. Amma dedim, bu xətt nəzərə gəlir ki, tez-tez dəyişir. 6-cı bab şibr babıdır. Nə mənə belə bir şeydir. Əcəba. Nəzərimə bu kitab tez-tez dəyişir və 8-ci bab, 7-ci babı görsəm deyədəməsi hikmət babıdır. Kitabdan hər halda savaş deyil və 9-cu bab qəza babıdır. Savaş haqqındadır. Və 10-cu bab cümərtlük haqqındadır. Cümərt cavanmərd. Amma cümərt türkcədə, farsçada işləyən pəhləvan ya o anlamda gəlmir çox. O adam ki, cümərtdir, yəni çox varından əlində hər nəyi olsa, imkanda hər nəyi olsa, o üzvlərə vericidir, bağışlayıcıdır. O anlamda işlənir. Amma burada bilmirəm, kitabda oxuyaq görək ki, nə anlamda işlənir. 28-ci bab hardan gəldi bura? Vəsətdə kitab ehtimalən tökülübdür. Yəni 11-ci bab həya babındadır. Yoxsa 11-ci babdan necə gedər birdən 21-ciyə? Burada mayəl füzü, tamam bu düzdür. Əl-həkmü buyurdu, yox. Burada düşübdür. Yəni mən buradan qeysəm, burada təranə, layiq ola, düzdür. Bu layiq ola, bu səhvə düzdür. Amma bu əl-həkim səhvə, yəni PDF-də 55-ci səhifə görsənir, 56-cı səhifə görsənir. Kitabın özündə 55-ci. Cəlib ki, burada vəsətdə bir şey düşübdür. Bu getib 55-ə. Amma bu neçəncidir? Bir daha geçsək arxaya. Amma nədən isə bu 54-dür. Bunu sonra yazıblar. Sonra yazıblar ki, qalsın. Biz burada şeyə baxırıq. Burada əl-həkim yazıb, burada yoxdur. Buradan bəllidir ki, bu kitabın ortasından bir çox tökülübdür. Ondan sonra gəlir burada 28-ci bab. Yəni 11-ci babdan gedir 28-ci baba.
burada 17 bab tökülübdür. Yəni heç olmasa bir 50 səhifə, 100 səhifə tökülüb kitabdan. Yəni buradan gələn 11 babıdır. 11 bab olub məsələn 112 səhifə. Bu 18 bab həttəmən 120 səhifə, 130 səhifə olardı. Belə bu kitabdan tökülübdür. Davam edir və beləsi 29-cu bab Əl-Xalq ya da xalqdır. Xolq da oxuna bilər əlbəttə. Bəlkə mətni oxuyaq. Yenə də əl yazma dəyişdi. Yəni əl yazma nəzərimə bu 31-ci. Burada nə cür keçdi 31-ciyə ona baxaq. İndi bu diqqət buyurun, burada bir dənə də burada şey olubdu. Ayrıq, burada ayrıq yazıbdı. Burada ayrıq, amma burada düşməyib. Cəlib budur ki, burada bu davamı burada yoxdur. Ehtimalə ilə qırmızı ilə burada yazıb qalanı odur. Ehtimal verirəm. Bunu gələ adam oxuya görə. Amma burada baxanda bu səfədə yazıbdır Yekrəm. Aha, düzdür. 20. 29 düzdür. Mən istəyirdim deyəm ki, bu düşübdür, o deyil, amma düşməyibdir. Əsl, bu da düşməyibdir. Ola bilər ki, burada da yazmayıb ki, sonuncu səhifə nədir. O da cəlibdir. Ömər ibni, düzdür. 31-ci bab Rica. 30-cu bab nə dedi? Əl-xovfi minəllahi taala, Allahdan qorxmaq haqqında. Görünür ki, bu kitab çox. 32-ci bab Əl-mərifətü dünya. Bu da mərifəti dünyada haqqında danışır. Gözəl bəhslər var. Məncə bu kitab türklərin necə baxması çox mühümdür dünyaya. 33-cü bab Əl-mərifətün nəfs. Mərifətün nəfsidir. Bu kitab çox oxumalıdır. Mən bunu beləsi xarab eləməyim, qalsın. Yarın bu kitabı oxuyarım ya bir ayrı gün ki, buraya yetişərik. 34-cü bab Əl-Əcüb. Ucubə ya təəccüb haqqında danışacaq qətən bu kitab. Çox cəlibdir bunu. Və 35-ci bab Ədavətü şeytan. Şeytanla ədavət eləmək, düşmənlik eləmək. 36-cı bab Ər-Rizai bil-Qəza. Qəzaya razı olmaqdır. 37-ci bab Yəqin. Və cəlibdir, çox gözəl mövzular. 38-ci bab Ən-Nəsihətü Səudətəl Həsədi. Belə bir şeydir, amma bilmirəm, o nəsihət də bənzəmir. Ən-Nüshətül oxuya bilmədim. Hər halda bu da şeydir, təvazudur. 39-cu bab təvazu və 40-cı bab Əl-Hikəm. 41-ci bab Əl-İştiğali bi uyubun nəfs. Əl-İştiğali bi uyubun nəfs. Və cəlib kitabdır. Bunu qalar sonra oxuyarıq. 46-cı bab Əlamətül müminin. Müminin əlamətləri. 43-cü bab Əl-Vəsiyyət. 44-cü bab Əl-Münacat. 45-ci bab Əl-Muizə. 46-cı bab Ət-Təqva. Və kitab qutarır. Kitabın tarixi də vardır. Bunu da elə burada oxuyaq, sonra bu günü bağlayaq. Əlbəttə bu kitabı bir ayrı gün oxuyaram. Yəni o oxumalı bir kitabdır məncə. Bir ayrı gün deyibdir ki, Təmmətil kitab Əl-Xəttü Baqiyyun vəl-ömrü faniyyun Əl-əbdə asiyyun vəl-rəbbə afiyyun Səbiləl kafi minni fittarani fi əl-tərəni Təmmətil kitab be'unillahil məlikil vəhhab kətəbəhul Əl-Həqir Əl-Fəqir Məhəmməd ibn Süleyman ibn Əl-Hacı Osman Əl-Müznibir Raci ilə rəhmətillah. Pəs Məhəmməd ibn Süleyman ibn Hacı Osman. Məhəmməd Süleymanın oğlu, Süleyman da Hacı Osmanın oğlu ki, hamısı da günahkardılar, Allahın rəhmətinə ümidləri var. Təhrirən yazılan fi əvaxiri şəhri Zilhəccə, pəs bir nəfər bunu yazıb ehtimalən.
Zilhəccə ayında səniyi sittə xəmsinə və əlif təmmət. Əlif 1056. 1056-da bu kitab yazılıbdır. Qalsın, çox gözəl kitabdır. Bunu bir ayrı gün oxuyaram. Heyfdir 5-10 dəqiqədə bunu xarab eləməyək. Təbəqat-ı Sufiyyə bu gözəl kitablardır. Bunlar gəldikcə şey olacaq, göndərəcəyik. Beləliklə çox bir gözəl günü keçirdik. Bir dənə çox təxəyyülü bir kitabla tanış olduq. Bilmirəm kim yazıb. Yəni bilmədim. Beşik Cəhənnəm haqqında yazıbdır, filan haqqında yazıbdır. Çox ciddi bir kitabdır, təxəyyüli. Hətta bunları roman belə fərz eləsək, bizim dədənələrimizdən qalan bir şeydir. Bir təxəyyül, bir dünyanı təxəyyül ediblər. Hətta gələcəyi, o qiyaməti belə təxəyyül ediblər. Bu çox gözəldir. Yəni, gözəldir ki, insanın beyin gücü eləyə bilir. O şey ki, əslən ondan xəbəri yoxdur, onu təxəyyül edir. Onun bir şeyi təxəyyül eləmir, cüz'iyyatını təxəyyül edir. Bir dənə ağac ki, bir dənə yürük ata minsən 1000 il ya 100 il dedi, yadımda deyil. Ya 1 il dedi, yadımda deyil. Bu ağacın kölgəsinin bu başına o başına gedirsən yetişməz. Yəni kölgəni deyib, yaxçıdır. Bəzisi deyir ağacın dövrəsini fırlanasan, yenə gəlib həman yerə yetişməzsən. Çox güclü təxəyyül bir mövzusu, qonusudur. Hətta bu iki birinci dəfə məsələn gördük ki, Allah bir şey yaradıbdır. Onu qoyubdur qızıl mirvaridin içinə. Onun neçə 70 min il orada qalıbdır. Ondan sonra çox, yəni çox əcib təxəyyül bir gücü var. Və bu dedim, əgər roman baxsaq, bəlkə nəzəriyyə də baxa bilirik. Niyə baxmayaq ki, məsələn, necə Big Bang-i qəbul eləyək, bunu qəbul eləməyək. Məsələn, mənə biri desin ki, Big Bang-in ağla batması bundan çoxdur. Yəni Big Bang bir dənə çıqqılı bir patlayış yeri olubdur, dünya yaranıbdır. Hardan, nə cür? Amma bu yenə bir şey deyil. Bunun ki, yenə bir maddi bir dayanacağı vardı. Sonra da gəlir hər kəs Həzrət Məhəmmədin orasını gördü, burasını gördü. Ona görə də onun dinin, ona görə də onun davranışını, ona görə də onun gələcəyini bəlli edir. Yəni çox cəlibdir bunlar. Hətta şoğlun bu dünyada kim nə şoğla gedəcək də Həzrət Məhəmmədin o zamanki ruh zamanıdır, ya hala bilmirəm nə zamanıdır. Onları görəndə harasına diqqət edib oranı məsələn ora görə buna bir iş deyibdir. Cəlibdir, bir növ baxışdır. Yəni bu da bir teori deyək, bir fərziyyə deyək. O da hər necə ki Big Bang bir təxəyyüldür. Xiyal gücüdür. Bu da xiyal gücüdür. Nə qədər ki Big Bang-ə inanmırıq, buna da o qədər inana bilərik. Yəni mənim nəzərimcə o qədər də ciddi bir fərqləri yoxdur. İkisi də təxəyyül hasilidir və heç birisinə də dəlil yoxdur. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün bu kitablardan yenə oxuyarıq və ləzzət apararıq və bilərik ki, bizim ata-analarımız